Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 7 dekabr 2025-ci il tarixində OTK-nın və MQM-in birgə təşkilatçılığı ilə həyata keçirilən blok imtahanı 2-nin 11-ci sinif 2-ci və 3-cü qrupların tarix suallarını gəlin izah ilə tanış olaq. Demək, 31-ci sualda qeyd olunubdur ki, eradan əvvəl 2-ci yüzilliyin əvvəllərində Hindistan, eramızın 3-cü yüzilliyin əvvəllərində isə Çin tarixinə aiddir. İlk şəhərlərin meydana gəlməsi yanlışdır. Qeyd edeyim ki, Hindistanda Maurya sülaləsinin devrilməsindən, Çində isə Xan sülaləsinin devrilməsindən burada söhbət gedir və yenidən ayrı-ayrı dövlətlərə parçalanırlar, vahid dövlət parçalanır. 32-ci sualda Sultan Səlim və Sultan Süleymana aid oxşar cəhətlər. Misir Məmlüklə mübarizə Səlimə aiddir. Fransız tacirlərinin imtiyazları Süleymana aiddir. Səfəvilərlə mübarizə doğru cavabımızdır. D variantı heç birinə aid deyil, E variantı heç birinə aid olmur. Xəritədə verilmiş şəhərlərlə bağlı erkən orta əsrlər tarixinə aid düzgün cavabları tapın. Erkən orta əsrlər 3-11-ci əsrlərə əhatə edir. Xəritə ilə bağlı hər hansısa bir çətinliyiniz varsa aşağıda qeyd edəcəyim linklərə daxil olaraq xəritə izahlarımızla tanış ola bilərsiniz. Burada 1 ilə işarə olunan demək şəhərimiz Dəbil şəhəridir, 2 ilə işarə olunan şəhərimiz isə Beyləqan şəhəri olur. Gəlin indi uyğunluqları da qeyd edək. Deməli, Arranın baş şəhəri Bərdədir. O da təxminən bax burada yerləşir bu ərazidə. Yəni A variantı heç birinə aid olmur. Qafqazda Ərəb xilafətinin iqamətgahlarından, əmirliklərin mərkəzlərindən biri olubdur. Həm Bərdə, həm də Dəbil şəhəri. Deməli, burada 1-ə gedir. B variantı. Xürrəmlər dövründə Ərəb işğallarından azad olubdur. Dəbillə bağlı bunu deyə bilmərik, lakin Beyləqana aid edə bilərik. Məhəmməd İbn Şəddadın yaratdığı əmirliyin mərkəzi olubdur Dəbil. Dəbil də dedik 1-dir. Haşimlər sülaləsi idarə edib Dərbəndi. Dərbənd də burada yerləşir. Deməli, 1, B, D, 2, C variantı bu cavabımız var. D bəndində. Doğru cavab olur 33-də D variantı. 34-də baxaq və 34-cü sualın izahını qeyd etməmişdən əvvəl bildirim ki, 9, 10, 11-ci sinif abituriyentlərimiz sınaq qruplarımıza qoşula bilərlər. Dekabr ayı üçün yeni qeydiyyat başlayıbdır. Siz dekabr, yanvar və ya digər dövrlərdə sınaq qrupumuza qoşulmaqla həm mövzular üzrə, həm bölmələr üzrə, həm ümumi sınaqlar işləməklə, həm də həftənin hər günü və onların düzgün cavablarını əldə eləyərək, hər birinin video izahı ilə tanış olaraq hər bir sualın həm imtahana kimi mövzuları bizimlə bərabər bitirmə imkanını əldə eləyəcəksiniz, proqramı tam şəkildə mənimsəyəcəksiniz, həm testologiyanızı inkişaf elətdirib tətbiq etmənizi artıra biləcəksiniz və ən əsası da qəbul imtahanlarında, birinci və ya ikinci şans imtahanlarında və ya gələcəkdə əgər siz imtahanlarda iştirak edəcəksinizsə də artıq tarix fənni üzrə çətinliyiniz qalmayacaq. Bütün növ tipdə olan sualları işləyərək, demin baza suallarını işləyərək siz imtahana mükəmməl şəkildə hazır olacaqsınız. Bunun üçün 055 403 3753 nömrəsinə yaza bilərsiniz. Aşağıda da qeyd edəcəm. Gəlin sualın izahına da baxaq. Teymurilərdən fərqli olaraq deməli böyük Monqol dövləti və Dehli sultanlığı Çinin işğalı Monqollara aiddir. Birə biz anı qeyd edə bilərik. Teymurilər hücum etmək istəsə də daha doğrusu Əmir Teymurun vəfatına görə baş tutmur. Mərkəzi Asiyanın işğalı oxşardır, qanunlar toplusu oxşardır. Bir də təkcə oldu A bəndi. Dehli sultanlığına gəldikdə Teymurilər yox, amma Dehli sultanlığı dost olubdur. Klassik feodalizm dövrü ümumiyyətlə klassik 11-15-ci əsrə əhatə eləyir. Teymuri 1370, Dehli 1206. İkisi də o dövrdə yaranıb ortaqdır. Şeybanilərlə mübarizə Teymurilərə aid fikir olur və hətta Şeybanilər tərəfindən 1507-də süquta uğradılırlar. Belə olduğu halda da cavabımız A bəndi olur. 35-də 15-ci əsr aid idarəçiliklə bağlı doğru fikir A bəndi ilə doğru fikirdir. Bu dövrdə xərac vergisi toplanmırdı. Baskaklar deməli olubdur. Qızıl Ordu dövlətində vergi yığan məmur Əmir Əli ordunun baş komandanıdır. Uc torpaq sahibliyi isə Səlcuq hakimiyyət dövründə olmuşdu. İntibah mədəniyyəti dövrünə aid astronomlar, deməli Bəhmənyar filosofdur. Xətib Təbrizi dilçidir. 2-4 doğru fikirlərimizdir. D bəndidir. Fatih Sultan Mehmet paytaxtı Bursadan köçürtmüşdü. Xeyr, Ədirnədən köçürdür İstanbula. B. Orxan Qazidir. C variantı yanlışdır. Qanunnamə 1476 doğru olur. 38-ci sualda Atropatena Albaniya oxşar cəhət, Makedoniya imperiyasının dağılması nəticəsində yaranması. Bu oxşar cəhətdir. Daha doğrusu bizə səhv fikir lazımdır. A oxşardır, B oxşardır, C də oxşardır, D də oxşardır. Lakin Selevkilərdən asıllıq Atropatenalılara aid olur, Albaniyaya yox. Xəritədə verilmiş deməli
dövlətlər, 10-11-ci əsr dövlətləri. Deməli, bir Təbrizdir. 10-cu əsrdə, 10-11-ci əsrlərdə də Təbriz olubdur Rəvvadilərin paytaxtı və xəritədə verilib Gəncə, Gəncə də olubdur Şəddadilərin paytaxtı. Baxın, xəritə testlərinin dediyim kimi aşağıda izahları var. Linklərə daxil olun, baxın, xəritə ilə bağlı çətinliklərinizi aradan qaldırın. Mən isə bu sualın izahını sizlərlə tanış eləyim. Deməli, 1 oldu bizdə Rəvvadi, 2 oldu bizdə Şəddadi. Azərbaycan birləşdirib heç biri A-nı çırıq. Gürcü Xəzərlərə qarşı mübarizə Şəddadilərə aiddir. 2-yə qeyd eləyək B-ni. Və Sudan Rəvvadi hökmdarıdır. 1-ə qeyd eləyək C-ni. İlk dövrlərdə Bərdəmirlik kimi meydana gəlmişdi. Bu Şirvanşahlardır. Və Məlikşah 1088-ci ildə süquta uğradıbdır. Şəddadini 2-yə qeyd edək E bəndini. Demək, belədirsə 1C2B-yə cavabımız olur. B bəndi 39-dur. Aha. Baxaq 40-a. Hülakülərin 13-14-cü əsri Teymuri hücumları ümumiyyətlə bunlara olmayıb. Dövlətin çünki yaranması ilə uyğun gəlmir Teymurlərin. Çoban əmirləri tərəfindən 1338-57-ci illərdə idarə olunub. 2-yə gedir B. Kəndləri təhkim ediblər 1303-də. Yenə D buna qeyd eləyək. 2-ci Axistan asılı hala salınıbdır Monqolların 3-cü yürüş nəticəsində, yəni Hülaki dövləti yaranır və Şirvanşahlar da asılı hala salınır. 1-ə gedir D bəndi. Qızıl Ordu ilə mübarizə dövlət yaranandan süqutuna kimi. Yəni 100 il gedibdir 1258-1357 aralığında. E bəndi də ortaq fikir olur. Deyəsən cavab A gəlir. Aha. Daha sonra daha doğrusu 2-yə B ilə D-ni dedim. B ilə D-ni yox, daha doğrusu C-ni dedim, orada D qeyd elədim. Hər bir halda əsas odur ki, izah düzgün olsun. Onlar boş şeydir. Deməli, Toğruldan fərqli olaraq Alp Arslan Bizans qoşunlarını məğlub eləyibdir. Oxşar, paytaxtın köçürülməsi bu Toğrula aid xüsusiyyətdir. Konya Ankaranın tutulması Məlikşaha aid xüsusiyyətdir. Yəni hər ikisinə aid deyil. 4. Alp Arslanın Toğruldan fərqidir. Cavabımız olur A bəndi. İbtidai icma quruluşu ilə bağlı paleolitdə tayfa ittifaqları yaranmayıb. Yeni insan tipi doğrudur. İbadət evləri erkən tunc 1-ə təkcə B getdi. Eneolit dövrünə gəldikdə Toxay var idi. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Orta tunc yanlışdır. İstehsal təsərrüfatı formalaşmaya başladı. Yanlışdır. 1B, 2A cavabımız hazırdır. A bəndidir. Həqiqətən də burada metaldan istifadə edilməyə başlanması eneolit olurdu. Və keçək 43-ə. Xəritədə ulduzla verilmiş krallıqların tarixinə aid ümumi cəhətlər. Avropa xəritələrinin izahlarda var. Birdən kimsə sırf bu sualın izahına baxar. Təkrar deyim ki, aşağıda link bölümlərində var xəritə izahları. İngiltərə və Fransadır. Bu yuxarı İngiltərə, aşağı Fransa krallığıdır. İndi 3-cü xalq yürüşündə ikisi iştirak edib. Rekonkista nəticəsində yaranıbdır bax buradakı dövlətlər. Pirneydə 100 illik müharibədə qarşı-qarşıya gəliblər, doğrudur. Vəba onsuz bütün Qərbi Avropada yayılıbdır, bu da doğrudur. Verdendən meydana gəlmələri bu ingilislərə aid deyil, Fransız krallığına aiddir. A bəndi. Eldənizlərin də, Sunqurilərin də süqutu 1225-1231-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xarəzmşah Cəlaləddinin adı ilə bağlı olur. D bəndi. Türk xalqlarının mədəniyyətinə gəldikdə Nizamiye mədrəsəsi Səlcuqlara aiddir. Şahizində məqbərəsi Teymurilərə aiddir. Qütb Minar Dehli Sultanlığına, Topqapı Sarayı Osmanlıya aid olur. D bəndi olur doğru fikrimiz. 46 buradadır. Ərəblərin 8-ci əsrinə gəlin baxaq. Sasanilərlə mübarizə 7-ci əsrdir. Xəzərlərlə mübarizə doğrudur. Bədir 624-də dövlət yaranmamışdan əvvəldə onsuz da. Həştadsər döyüşləri 9-cu əsrdədir, yanlışdır. Vestqotların məğlubiyyətə uğradılması doğru fikir olur Avropaya hücumları zamanı. 47-də sadə sual idi. Antioxiya, Edessa, Tripoli, Qüds kimi dövlətlər yaranmışdı. Eradan əvvəl 7-ci əsrdə Assuriya mübarizə aparıb Midiya, Manna, Babil ilə. Nə Əhəməni, nə də ki Makedoniya ilə bir mübarizəsi yoxdur. Fərburzdan fərqli olaraq 3-cü Mənüçöhr və Oğlaqistan. Deməli, Səlcuq dövlətinin asıllığında olubdur hər ikisi. Düzü, Mənüçöhr sonradan çıxır asıllıqdan. Hər bir halda yanlışdır. Gürcü çarı 4-cü David ilə ittifaq qurubdur. Mənüçöhr 1-ə gedir B. Şirvanşah titulundan məhrum edilibdir Fərburz. Məlik titul daşıyırdı. Onun dövründən etibarən Şirvanşahlar Aksitana gəldikdə Slavyanlarla mübarizə aparıbdır. Fərburzdan fərqli olaraq 1175-də paytaxtı köçürdü 1192-də. Monqollara qarşı mübarizə nə Fərburz, nə də Aksitana aid deyil. 1B, 2AB cavabımız olur A bəndi.
50-ci sualda mətndə bəhs edilən proseslərdən daha əvvəl hansı hadisələr olubdur? Mətndə hansı hadisədə? Antoni Oktavian. Deməli, vətəndaş müharibəsi dövründən söhbət gedir. Eradan əvvəl, hansı ki 49-44-də Sezar hakimiyyətdə olur. Sezarın öldürülməsindən sonra müttəfiqlər dövlət aralarında bölüşdürür və eradan əvvəl 30-da da həmin o vətəndaş müharibəsi başa çatır. Yəni qısacası bizə vətəndaş müharibəsi dövrü lazımdır. Bunların dövrləri 44-30 arası. Ondan əvvələ düşsün. Qulların öldürülməsinin qadağan olunması bizim eradadır. Bizim eranın 2-ci əsrindədir. Bu mətndə bəhs olunan proseslərdən daha sonra olubdur. Ona görə biri çırıq. Amma tribun vəzifəsinin təsis edilməsi 5-ci əsrin əvvəlləri. Bax, bu mətndə bəhs olunan proseslərdən daha əvvəldir. Ona görə 2-ni qeyd edək. İlk yazılı qanunlar toplusu bu eradan əvvəl 5-ci əsrin ortalarıdır. Mətndə bəhs olunan proseslərdən daha əvvəldir. Paytaxtın Vizantiya köçürülməsi isə bu hadisələrdən sonradır. Bizim eranın 330-dadır. Ona görə D bəndi olur. Mətndə bəhs olunan hökmdarların oxşar cəhətləri. Deməli, birinci mətndə bəhs olunubdur Justiniandan, ikinci mətndə bəhs olunubdur Böyük Karldan. İndi, bunların da oxşar cəhətləri. Ərəblərlə münasibətlər Karla aiddir, Sasani ilə müqabilə Justiniana aiddir, ikisinə də ortaq deyil, 3 və 4 ümumi fikirləridir, C bəndi. 52-ci suala gəldikdə, Ərəb xilafətinin Azərbaycandakı vergi siyasətinə aid cədvəl Abbasilərin dövründə xərac torpaq sayısına görə toplanır, sadə bir sual idi. Deməli, xronologiyaya gəldikdə Muğan xalqını Çinasla salır 6-cı əsrdə, Balamiros qotları məğlub edir. 4-cü əsrdə 2-ci Göytürk dövlətinin süqutu deməli 8-ci əsrdə, özüm əsrlərlə getdim, sizin üçün daha rahat olsun. Qaraxanlının parçalanması 11-ci əsrdə olur. Yəni hadisələr bir-birindən o qədər uzaqdadır ki, əsrlərlə belə bu testi işləmək olar. 2, 1, 3, 4. Yəqin ki, düzgün ardıcılığı sıraladıq. Doğru cavablara gəldikdə. Deməli, Teymuri dövlətinin qonşuluğunda yeni dövlət yarandı. Əbu Səid Ağqoyunlular üzərinə yürüş etdi. Ağqoyunlu Teymurilərin qonşusuydu. Ağqoyunlu dövlətinin yaranması ilə barışmır, bir növ paxıllanır, qısqanclıq hissi keçirdir bu Əbu Səid. Hücum eləyir və nəticəsində görür, öldürülür. Ağqoyunlularla Ərdəbil hakimliyinin Birləşmiş Qüvvələri tərəfindən. Bu doğru fikirdir. Əhpər sazişi ilə Qaraqoyunlu Ağqoyunlu parçalanır. 1405 Kür döyüşü ilə Şirvanşahlar Yusifdən asılı düşmür. Bu 1412-dir. Bu da səhvdir. Sultan Əhməd Həmədan yaylaqlarını tələb eləyir. Əsəd döyüşü baş verir. Çünki onun Həmədan yaylaqlarını tələb etməsi, Qara Yusifin o güclənməsi ilə barışmaması kimi məsələlər 1410-da Əsəd döyüşünün baş verməsinə gətirib çıxartmışdı. Teymuri Şahrux öldü 1447-də. Cahanşah müstəqil siyasət yürütdü. Doğru fikirdir. Yunanistanla Romanın oxşar cəhətləri 1. Doğru fikirdir. 2. Romadadır. 3. Doğru fikirdir. 4. Yunanlardadır. 5. Yunanlardadır. 1, 3. Şirvanşahlarla Eldənizlərin 13-cü əsrin 1-ci yarısı, Ali Monqol xaqanlığının tərkibinə daxil edilməsi. Şirvanşahlar tabe olmuşlar, Atabəylər süquta uğradılır Xarəzmşahlar tərəfindən, Ali Monqol xaqanlığının tərkibinə daxil olmur. 2. Oxşardır. 3. Şirvanşahlara aiddir. 4. Eldənizlərə aiddir. Hətta 13-cü əsrin 1-ci yarısında heç birinə aid deyil. Eldənizlər də o dövrdə birləşdirmir. Bu da səhvdir, yəni. Və Xarəzmşahlarla mübarizə. Yəni 1220-22 Monqol hücumları, 1225 Xarəzmşah hücumları ortaq olur. Sülh müqavilələrinə gəldikdə Augsburg 1555-də Almaniyada imzalanmışdı, Katolik kilsəsi parçalanmışdı, Vestfaliya Avropada çağırılan ilk və ən böyük konfrans olmuşdu. Vaid İspaniya yarandı. Reconquista nəticəsində heç birinə aid olmur. 1-2 qeyd edeyim buradan. 1-ə gedir B. Kalvinizm Fransada qəbul olunmuşdu 16-cı əsrin sonlarında, amma bunlarla əlaqəsi yoxdur. Avropada dünyəviliyin güclənməsinə imkan verdi Vestfaliya. Dənizlərdə üstünlük İspaniyadan İngiltərəyə keçdi, heç bir nəticəsi deyil. Bu 1588 Lamaşdan sonra olur. Mətnlə tanış olmayanlar mətnlə tanış ola bilər. Mən isə sizə cavabları bildirim və cavablara baxmamışdan əvvəl qeyd edeyim ki, 10-cu sinifində izahı paylaşılacaq və həmçinin də gördüyünüz, bildiyiniz və bizim daimi izləyicilərimizə məlum olan və yeni ilk dəfə bu videonu izləyənlər üçün deyim ki, istər OTK, istər güvən, istərsə də digər lazımlı sınaq və ya deməli, sınağı olsun və ya model suallar olsun, qəbul imtahanları olsun, hər zaman
ilk və daha dolğun, ətraflı izah hər zaman bizim kanalımızda paylaşılır. Bunun üçün siz kanala abunə olub bildirimləri açın ki, bütün o işlərdən, yeniliklərdən vaxtındaca xəbəriniz olsun. 58-ci suala gəldikdə, Cavanşirlə böyük Karlın oxşar cəhətini istəyir və xarici siyasətindən söhbət gedir. Deməli, yəni qeyd eləmək olar ki, hər ikisi ərəb xilafəti ilə diplomatik əlaqə saxlayıblar. 2 qeyd eləmək olar ki, hər ikisi Bizansla diplomatik əlaqələr saxlayıblar. Qeyd eləyə bilmədim, amma səsli deyirəm onsuz. Sonuncu abzasda bəhs olunan müqavilənin Albaniya üçün nəticələri. Deməli, sonuncu abzasda burada qeyd olunubdur. Sonuncu cümlələrə baxaq. Alban hökmdarı vassallığı qəbul elədi 664-65-ci il Xəzərlərin yürüşü nəticəsində. Albaniyanın Xəzərlərdən asılı hala düşdüyü qeyd olunubdur. Yəni, bizə onlardan fərqli fikirlər yazmaq tələb olunurdu və Xəzərlər imzalanan müqavilənin şərtlərinə görə yazmaq olar. 1. Əsirlər və mal-qara geri qaytarıldı Xəzərlərin o qənimət kimi ələ keçirdikləri və qeyd eləmək olar ki, bundan sonra Xəzərlərin Albaniyaya hücumlarına son qoyuldu. Hətta onu da qeyd eləmək olar ki, bizdə dərslikdə, sinif dərsində qeyd olunur ki, bəzən Xəzərlər düşmənə qarşı Albaniya ilə ortaq hərəkət də edirdilər. 60-da mənbədə bəhs olunan dövlət isə təbii ki, Xəzər xaqanlığından söhbət gedirdi. Onun adını qeyd eləyirik. Mən isə burada izahı yekunlaşdırıram. Videonu izləyən hər bir şəxsə fəaliyyətində uğurlar arzu edir. Növbəti videolarda görüşənə qədər. Sağ olun, salamat qalın.